Ay bu cəmiyyətdə dindarlıq iddiasında olan, namaz qılıb oruç tutan adam, cəmiyyətdə baş verən bütün mənfi şeylərə görə sən məsuliyyət daşıyırsan, qiyamətdə görəcəksən. Sən məsuliyyət daşıyırsan, mənim başqaları ilə işim yox. Sən məsuliyyət daşıyırsan. Bu ölkədə bir insan intihar edirsə, sən məsuliyyət daşıyırsan. Bəlkə də qanına səbəbkarsan. Sən işvə vaxtında gedəsən, sən doğrucu olasan, sən nizamlı olasan, sən mərhəmətli olasan, sən insanlara sevgi göstərəsən, sən düz adam olasan, dürüst adam olasan, bilsən nə qədər insanları düzəldirsən. Sən daşa çevrilmirsən cəmaatın yolu. Sən çəkilsəydin bəlkə cəmaat dinə gələr. Sən çəkilsəydin bəlkə cəmaat dinə gələr. Qiyamətdə bu sual verəcəklər, niyə mane oldun cəmaata? Nə səbəbdən? Cəmiyyətdə nə negativ hal varsa, öz zərvə götürdüyünə mən məsuliyyət daşıyıram. Çünki sən iddia eləmişsən. Müqəddərat səndən asıldı, səndən, o birindən yox. Aman dindarların dinsizliyin əlindən. Dindarlıq